Min illik tarixi ərzində Azərbaycan ilk dəfədir ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə planetin ictimai-siyasi sistemində nüfuzlu oyunçu kimi çıxış edir. Mədəni idman həyatında artıq qəbul edilən əhəmiyyətli mərkəzə çevrilib. Bütün əldə edilən bu uğurların əsasında da dahi insanın, İlham Əliyevin şəxsiyyət faktoru dayanır. Bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov paytaxt məktəblilərinin müəllifi olduğu növbəti Heydər Əliyev və Azərbaycan tarixi adlı kitab təqdimatında dedi. Onun sözlərinə görə Bakının 2026-cı ilin Dünya İdman Paytaxtı elan olunması buna əyani sübutdur. Qeyd edək ki, bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda ənənəvi elmi praktiki konfranslar keçirilib. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxış ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərarı alınıb. Təqdimatı keçirilən Heydər Əliyev və Azərbaycan tarixi kitabı qalib elan edilən mövzulardan ibarətdir. Tədbirin əvvəlində şagirdlər tariximizin müxtəlif dövrlərində mühüm rol oynayan böyük tarixi şəxsiyyətlərin obrazlarını canlandırdılar. Tədbirin davamında çıxışçılar məktəblilərin, müəllimlərin sözü gedən layihəyə böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildirdilər. Vurğulandı ki, konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan şanlı qələbə barədə öz elmi məqalələri ilə çıxış edib. Son nəticədə isə belə bir kitab işıq üzü görüb. Ümumilikdə isə Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi rayon konfranslarında qalib olan 80 şagirdin referatları Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib. Bu məqalənin ərsəyə gəlməsində 10-cu sinif şagirdim Kuhi Əli ilə birlikdə çalışmışdıq. Biz sadəcə faktlar toplamadıq. Biz nəcib vətənpərvərlik ruhunu hiss etdik və ümumilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolunun sadəcə siyasi rəhbərlik olmadığını, bizim milli düşüncəmizin formalaşmasını, dövlətçilik yaddaşımızın yaşamasını və ən önəmlisi millət olaraq özümüzə dönüşünü hiss etdik. Bugünkü mövzum antiterror əməliyyatı və Xan kəndinin azad olunmağıdır. Mən düşünürəm ki, bu mövzu çox aktual mövzulardan biridir. Çünki biz 2025-ci ildə qələbəmizin 5 illiyini qeyd edirik. Ümumiyyətlə, mənim düşüncəmdə hər bir Azərbaycan gənci və yaxud məktəb şagirdi öz tarihin çox gözəl bilməlidir və onun haqqında araşdırmalar aparmalıdır. Bu müsabiqədə qalib olmaq doğrudan da mənim üçün çox böyük qürur hissidir. Həm də biz artıq torpaqlarımızı işğaldan azad edib, artıq müstəqil bir dövlətik ölkəyik. Bugün də burada Heydər Əliyev və Azərbaycan tarixi mövzulu bir referatı işləmişik. Mən özümdə Heydər Əliyev və onun yaradıcılığı ilə bağlı işləmişəm. Və bunun üçün də çox qürurluyam ki, biz hər zaman Ulu Öndərimizi heç vaxt unutmayacağıq. Tədbirin sonunda qalib şagirdlərə sertifikatlar və referatları çap edilən kitablar, həmçinin onların elmi rəhbəri olan müəllimlərə də kitablar təqdim edildi. Qeyd edək ki, ənənəvi xarakterli bu müsabiqənin növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.